Salam, hər vaxtınız xeyir olsun. Dim test toplusu su və xassələri mövzusuna baxırıq. Onlar testine inşallah bu dərsimiz baxacaq. Birinci sual cavablandıraq. Saf su üçün hansı ifadə doğrudur? Saf su rəngsiz, iyisiz, dadsız, maye halında maddədir. Oksigende yanır. Bildiyimiz kimi su yanğın söndürmədə istifadə olunursa, deməli oksigende yanır. Kəskin yox, iyisizdir. Rəngsiz mayedir, doğru fikirdir. İkinci sual, 360 qram suyun elektrolizə neçə litr qaz qarışığı alınır? Təbii ki, mütləq reaksiyamızı yazırıq. Və sualı işləyirik. Birincisində verilən hansı maddəyə aiddirsə onun üzərinə yazırıq. Soruşulan qaz qarışığımızdır, ikisinə də aiddir. X əvvəlcə molla tapaq, sonra litrə çevirərik. 360 qramdan neçə mol alınır bilmirik. Tənliyə baxırıq. Qramın altdan suyun tənlikdəki qramını yazırıq. Su 18 demir. Vurduq ki, tənlikdə 2 mol suyumuz var. 36 qram. 36 qramda tənliyə baxırıq ki, 2 mol hidrogen, 1 mol oksigen alınıb. Yəni 3 mol qaz qarışığımız var. Buradan ikisi müəyyənləşdirib çarpaz şəklində 36-nı x-ə vururuq. 360-ı vururuq 3-ə və nəticədə alacaq 30 mol deməli qaz qarışığımızı alınır. Litrini ifadə edəndə biz bilirik ki, 1 mol istənilən qazın tutduğu həcmi 22,4 litrdir. Deməli 30 mol tapmaq 30-u vuracaq 22,4-ə. O da olacaq 672. Cavab A variantı. Növbəti 3-cü sual. Hansı birləşmələr su ilə reaksiyasından qaz halında maddə alınır? Təbii ki, bu reaksiyaları bilməliyik ki, biz qaz halında maddə alınıb alınmadığını müəyyənləşdirək. Natrium oksid, üstəgəl su, natrium hidroksid, ümumiyyətlə aktiv metalın oksidlər su ilə reaksiya bir maddə alınır və nəticədə əsas qələvə alınır. Yəni birdən alınmadı qaz halında maddə, biri götürə bilərik. Aktiv metalların özlərinin və hidritlərinin su ilə reaksiyası nəticəsində qələvə alınır. Həmin metalların qələvisi, bir də hidrogen qazı alınır. Buradan qaz alındı. C2H4 üstəgəl su, bu üzvü kimya aid reaksiyadır. İnşallah üzvü kimyada öyrənəcək, daha yadda qalan olur. Alınır spirt, spirtlər maye haldadır. Kalsium karbid, alüminium karbid, bunların su ilə reaksiyası yenə üzv maddələrin alınmasını da öyrənilib. Burada kalsium hidroksid, suyu HOH şəklində təsəvvür edin. Kalsium OH birləşdirin və kalsium hidroksid, karbonla da hidrogen bilir, C2H2, asitlen də qaz halında maddədir. Deməli, alınmadı bizdə 1 ilə 3. Hansı birləşmənin su ilə reaksiyasının qaz halında maddə alınır deyir. Alkenar su ilə reaksiyasından C3H6 və C2H4 və s. su ilə reaksiyasından qaz halında maddə alınır. Çünki spirt alınır ki, spirtlərdə maye və ya bərk halda olur. Flora bildiyimiz reaksiya üzərindən baxaq. Florun su ilə reaksiyasına baxaq. H-flor, bir də O2, yəni oksigen qazı alınır. Gördüyümüz kimi qaz halında maddə alındı. Alüminium karbidin də su ilə reaksiyasından qaz halında maddə alınacaq. Yəni suyu HOH yazaq, alüminiumla. Kənardakılar bir-birindən, yəni alüminiumla OH-ı birləşdirək. Karbonla da hidrogeni birləşdirdik. CH4 alındı. CH4 də metan qazdır. Qaz halındadır. Barium oksidi, aktiv metal oksidləri su ilə reaksiya girdikdə alınır. Əsas bariumda 2 valentli olduğuna görə OH-ın sayı 2 olur. Çünki barium 2 valentli, OH isə 1 valentlidir. Çarpıza salınıb və cavabı tapdıq. Deməli, alınır dediyinə görə qaz halında 2-ci və 3-cü Y variantı olacaq cavabımız. Növbəti sual. 5-ci sualda özümüz müəyyənləşdirə bilərik. Demək olar, tənliklərin hamısını yazmışam. 6-cı suala baxaq. Hansı metal su ilə reaksiya daxil olmur? Su ilə reaksiya pasiv metallar daxil olunurlar. Cavabımız da C variantı olacaq. Hansı maddənin su ilə reaksiyasının turşu alınır? Turşu alınacaq florla yazaq. Flor üstəgəl H2O, H-flor, florid turşusu, bir də oksigen qazı alınır. Məsələn, yod su ilə reaksiya girmir, götürməliyik. Karbonun su ilə reaksiyasından dəm qazı, CO, bir də H2, hansı ki bu qaz qarışığı su qaz qarışığı deyirik. Sink orta aktiv metalda, orta aktiv metal qızıllıqda reaksiya girir su ilə və oksid
hidrogen alınır. Kalsium karbiddə yazmışıq. Kalsium OH2, bir də C2H2 maddəsi alınır. Demək, cavabımız Y variantı oldu. Növbəti sual. 8-ci suala keçirik. Hansı maddənin su ilə reaksiyasından turşu alınır deyir. Xlor götürəcək cavabımız. Xlorun su ilə reaksiyasından 2 turşu alınır. Xlorid turşusu, bir də hipoxlorid turşusu. Əgər qızdırma temperatur işarəsi görsən, yəni qızdırmaqla bu reaksiya gedibsə, onda kalium xlor O3 yazıram. Kalium hipoxlor isə kalium xlor O'dur, yəni. Temperatur olanda 3 yazırıq, temperatur yoxdursa H xlor O yazırıq, yəni hipoxloridi alınır. İndi turşu alınır, Y özünü ödədir. Digərlərinə də baxaq. Aktiv metal hidritləri su ilə reaksiya girəndə alınırdı. Natrium OH, üstəgəl H2, yəni qələblə hidrogen. Metanın su ilə reaksiyası yadınıza gəlsə sintez qaz qarışığı deyilir. Nəticədə metan isti su buxarı ilə təsir etdikdə dəm qazı, bir də hidrogen qazı sintez qaz qarışığı əmələ gəlir. Sink orta aktiv metaldır. Oksid və hidrogen alınır. Kalsium karbiddən də yazıb. Kalsium OH2, bir də C2H2. Hər dəfə bu sualları cavablandıranda çalışın tənlikləri yazasınız. Yazanda görəcəksiniz necə yaxşı yadda qalır. 9-cu sual. Su üçün hansı fayda doğru deyil? Bütün turşu oksidlərə qarşı təsirdə olur. Yanlışdır. Niyə? Çünki bütün sözün ümumiyyətcə diqqətli olmaq lazımdır. Silisium O2 kvarskum deyirik. Su ilə reaksiya daxil olmur. Təbii ki, cavabımız A variantı oldu. Bəs digər variantların düzlüyünə də baxaq. Adi şərtdə maye, təbii ki, rəngsizliksiz, dansız, şəffaflıq da doğrudur. Molekul arasında hidrogen rabitəsi var. Doğrudur, hidrogen rabitəsi bir molekul hidrogenlə digər molekulun fondurdu, fluoroksigen azotu arasında yaranan 3 nöqtə ilə göstərilən rabitə idi. Dəmirdir, sinkdə orta aktiv metaldır. Bəli, su ilə reaksiyasından qızılıqda metal oksidi və hidrogen əmələ gəlir. Bu da doğrudur. 10-cu sual. Su üçün hansı fayda doğru deyil? Əksər turşu oksidlər reaksiya daxil olur. Doğrudur. Elektroliz etdikdə hidrogen oksigen alınır. Doğrudur. Yəni parçalanır. Adi şəraitdə mayedir. Doğrudur. Qələvi torpaq metallar yalnız qızdırıldıqda reaksiya daxil olur. Bax, qələvi torpaq metalları aktiv metallardır. Bunlarla adi şəraitdə reaksiya daxil olur. Ona görə cavabımız da doğru deyil, D variantı olacaq. 11. Hansı metallar adi şəraitdə su ilə qarşı təsirdə olur? Adi şəraitdə söz gördüksə aktiv metallar götürürsünüz. O da D variantında qarşımıza çıxır. Kalsium və litium. 12. Hansı qeyri-metal adi şəraitdə su ilə reaksiya qarşı təsirdə olur? Halogenlərdən flor, xlor götürə bilərik ki, bunlar asanlıqla su ilə reaksiya daxil olur. Hansı maddə suyun keyfiyyət tərkibi ilə suyun keyfiyyət tərkibi eynidir? Keyfiyyət tərkibi nə deməkdir? Yəni, tərkibində suyun tərkibi hidrogen və oksigendən ibarətdirsə, həmin maddənin tərkibi də hidrogen və oksigendən ibarət olsun. Yəni, eyni atomlardan təşkil olunsa, keyfiyyət tərkibi eynidir deməkdir. Bizə cavabımız D olacaq, çünki maddənin tərkibi hidrogen və oksigendən ibarətdir, yəni H2O2-dir. Hansı maddənin su ilə reaksiyasına oksigen ayrılır? Bayaq yazmışıq, florun su ilə reaksiyasından H flor, üstəgəl oksigen qazı alınır, ona görə B-dir. Hansı maddənin su ilə qarşı təsirində hidrogen alınmır? Alınmır deyirsə, məsələn, xlorla götürərik. Xlorun su ilə reaksiyasından 2 dənə turşu alınırdı. H xlor, yəni xlorid turşusu, bir də hipoxlorid turşusu. Demişdik, qızdırılırsa isə bura 3 yazırıq. Xlorat da alına bilər. 16. Hansı reaksiyadan su alınmır? Biz neytrallaşma reaksiyası turşu və əsas arasında gedən reaksiyadır. Yəni B variantı duzla su alınır, B-dən alınır. Pasiv metalın durqat nitrat turşusunun reaksiyasından da duz, su, birdən digər məhsul alınır. Yəni buradan da alınacaq. Y variantına diqqət eləyək. Y variantında bildiyimiz kimi amfiter metallar qələvlərlə reaksiya daxil olanda duz və hidrogen qazı alınır. Yəni su alınır. Amma oksidi, amfiter metalın oksidi və ya hidroksidi olsaydı su alınır. Cavabımız Y olacaq.
Bəs buradan nə alınacaq? Buradan bu cür turşu oksidlərin üzərinə öz əsasını gələndə hidrogen iyoniki tam əvəz olunur. Gördüm HOH yazdım, su çıxacaq. Natrium karbonat, bir də su alınır. Kalsium hidrokarbonat parçalananda da normaldır kalsium karbonat, bir də karbonat turşusu alınır. Karbonat turşusu zəif turşudur. Parçalanır karbon qazına və suya. H2O. Karbonat turşusu da H2CO2'dir. Növbəti sual 17. Hansı reaksiyada su alınmır? Deməli, A variantında natrium peroksidin üzərinə karbon qazı oksigen bölməsindən bilir ki, burada natrium karbonat, bir də oksigen qazı alınır. Gördüyümüz kimi su alınmadı. Cavabımız elə A variantıdır. 18. Hansı qazı suyu sıxışdırıb çıxarma üsulla sınaq şüşəsinə yığmaq olar? Suyu sıxışdırıb çıxarma üsulla o maddələr toplaya bilirik ki, suda həll olmasın, su ilə reaksiya daxil olmasın. Ona görə cavabımız amonyak suda həll olur, daxil olur. Yəni bunu götürmürük. Xlor su ilə reaksiya daxil olur. H2S suda həll olur və məhluluna turşu deyirik. Oksigen toplaya bilərik, çünki su ilə reaksiya daxil olmur, suda həll olmur. Beləliklə cavabımız da D variantıdır. Hansı qaz suyu sıxışdırıb çıxarma üsulla sınaq şüşəsini yığmaq olar? 19-cu sual. Yenə də eyni qayda ilə suyu sıxışdırıb çıxarma üsulla azotu götürə bilərik. Niyə? Nə su ilə reaksiya girmir, nə də suda həll olmur. 20. Hansı qazlar suyu sıxışdırıb çıxarma üsulla sınaq şüşəsinə yığmaq olmaz? Deməli, su ilə reaksiya girəcək və ya suda həll olacaq. Cavabımız 2 ilə 3'dür. Çünki bunlar suda həll olurlar və ya su ilə reaksiya girirlər. Amma hidrogenlə suda həll olmur, nə reaksiya girmir, götürmürük. NO da onun kimi duz əmələ gətirmir, oksiddə su ilə reaksiya girmir, suda həll olmur.